Salam Leyla. Salam. Salam müəllim. Salam Fərid. Beş dəqiqə gözləyək, sonra başlayaq. Bugün biraz gecə oldu. Ben demişdim sizə saat məsələlərinə baxacağıq. Bəli. Mən belə qayıtda bir dənə təkrar baxdım. Bir hamısı asan gəldi. Bir dənə o 180 dərəcə var. Bəli. Hə, orada biraz qarışıqlıq getdi. Ona yenidən baxarıq. Onda o hissəyə yenidən baxarıq. Onsuz dərsin əvvəlində sual cavab eləyəcəm. Dərsi yada salaq, sonra məsələlərə baxarıq. Yəni 2 nəfər olacaq, o birlər qoşulmur. Biraz bugün gecə oldu. Yəqin ki, gec xəbər olacaqlar. Linki gecə atdım, bəzi problemlər var idi. Gözləyə bir 5 dəqiqə sonra keçək dərsimizi. Mənim promoy saat qurşaqlarından başlayacaqdı. Yoxsa saat qurşaqlarının biraz yuxarısından kainat, günəş, 23 sentyabr, 22 iyun. Yox, o birbaşa elə saat məsələlərindən. Sizə bir şad xəbər verim. O kainat günəş sistemindən bağlı nəzəriyyələri artıq yığışdırıblar. İmtahanda ondan sual düşmür. Ayda. Yəni o çətin deyil də, asan idi. Asan idi, amma daha yığışdırıcılar da oradan sual salmırlar. Mövzunuz asanlaşdı biraz. Çox deyildi, onsuz da inanılmaz idi. O kainat günəş sistemidir, səyyahlardır. Səyyahlar yığışdı müəllim. Yığışdırıblar. Onu mən sizə keçməmişdim. Dedim ki, düşünürdə keçməmişdim. Sonra sivilizasiyalar mövzuları var. Gələcək mövzularda görəcək o hissələrdə. Zaki, dərsdəsənsə? Sağ müəllim, indi gəldim. O adından bildin sən olduğu. Mən başqa uşaqlar bizdən başlayayım. Yaxşı, biz başlayaq yavaş-yavaş sual-cavabla, sonra keçək. Başlayaq. Deməli, birincisi, saat qurşaqları yerin hansı hərəkətinin nəticəsində yaranır? Yerin Öz fırlanmasından. Yerin fırlanması nəticəsində formalaşır. Saat qurşaqlarının formalaşması nəticəsində neçə saat qurşağı yaranır? 2 dənə müəllim, yerli, bir də qurşaq var. Yerli və qurşaq vaxtı var, o düzdür. Amma neçə saat qurşağımız var? Şərq, bir də həmşərq, həmqərb o deyəsiz. Görüm Zakir, neçə saat qurşağımız var? Mən 1-dən 12-yə, bir də 12-dən 12-yə dəməm. Yəni toplam? 24 saat qurşağımız mənim toplam. Toplam 24 saat qurşağımız var. Yerli vaxt və qurşaq vaxtı bunlar ayrı-ayrı anlayışlardır. Onlar hər birinin gəlini tanışır. Yerli vaxt. Yerli vaxtı necə təyin edirdik? 4-ə vurmaqla müəllim. Hə. Məntəqələr arasındakı coğrafi uzunluq fərqini 4-ə vurmaqla. Bu 4 nədir? 4 rəqəmi hardan gəlir? 1 saatımız 15 dərəcədir. Yox. 20 Yox. 1 saatımız 15 dərəcədir. 15 dərəcə 4 dəqiqəmizdə 1 dərəcədir. Bəli, 1 dərəcənin qiyməti 4 dəqiqə olduğu üçün biz dərəcə fərqini 4-ə vururuq. Yaxşı, 1 saatımız 15 dərəcədir. Bu 15 dərəcəni hardan əldə ediblər? Necə bilirlər 1 saat 15 dərəcədir? Müəllim, öz axı ətrafında fırlanaraq 360 dərəcə olur. Sonra da 1 saatimizdə də baxarlar ki, 360-ı da bölürlər 24-ə deyəsən. Bəli, 1 sutkamız 24 saat kimi götürürlər. 360 dərəcədə hesablayanda 360-ı bölürlər 24-ə və tapırlar ki, 1 saat ərzində 15 dərəcə fırlanır. Yaxşı. Biz deyirik 1 saat 15 dərəcə fırlanır, 4 dəqiqə isə 1 dərəcə fırlanır. Yerli vaxtı, məntəqələrin yerli vaxtı nə zaman eyni olur? Eyni yarım kürədə, fərqli yarım kürədə yerləşəndə. Yarım kürə deyil. Yarım kürə deməkdə eyni nəyin üzərində yerləşəndə yerli vaxtı. Eyni oxun. Hə, eyni uzun.
meridianın, ox demək meridian deyil, eyni meridian üzərində yerləşəndə, yəni coğrafi uzunluqları eyni olanda, bu məntəqələrin yerli vaxtları eynidir. Gəldik qurşaq vaxtına. Neçə saat qurşağımız var? 24. 24. 4 dənə 24. müəllim. Saat Onlar qurşağı deyim müəllim. şərqdə və qərbdə yerləşmə üzrə bölünür. Yalnız şərqdə yerləşən saat qurşaqları hansılardır? Birinci, Mən 11-ci saat qurşaqları. 1-11 aralığında yerləşənlər, yalnız qərbdə yerləşənlər, Deyim onda. 12, 13-dən 23 arası. bəli, 13-20 arasında yerləşənlər isə yalnız qərbdə yerləşən saat qurşaqları. Həm şərq, həm də qərbdə yerləşən saat qurşaqları Sıfırdan 12 də müəllim. 24. 12 və 24-cü saat qurşaqları. 24-cü saat qurşağının digər adı nədir? 0. 0-cı Ah. saat qurşağı, bəli, 0-cı və yaxud da 24-cü saat qurşağı, bir də 12-ci saat qurşağı həm şərqdə, həm də qərbdə yerləşir. Yaxşı. Başlanğıc meridian neçə dərəcədir? Başlanğıc meridianı 0. 0 dərəcə. Və o neçənci saat qurşağıdır? 24. 24, Başlanğıc. yəni 0-cı. 24-cü, Aha. yəni 0-cı saat qurşağı hesab olunur. Saat qurşaqlarının orta meridianını necə tapırdıq? 15-ə bölmək. Qərbdə 15-ə vururuq. Qərbdə isə birinci 24-dü çıxıb 15-ə vururuq. Bəli, 24-dən çıxıb 15-ə vuruq, doğrudur. Bəs kənar meridianları necə tapırdıq? Mən Şərqdəki deyim. bölmək. Şərq. Mən orta Evet. meridianı, bir dəfə kənar bir dəfə elə ki orta meridianı, bir dəfə 0,7 çıxırıq, bir dəfə də üstünə gəlirik. 7,5 olur o. 7,5. 0,7 yox, 7,5. Orta meridianı tapıb, üzərinə bir dəfə 7,5 gəlir, bir dəfə də 7,5 çıxaraq. Yaxşı. Orta meridianı da tapdıq, kənar meridianları da tapdıq. Gəldik, bəs coğrafi uzunluq verilərsə, bunun neçənci saat qurşağında olduğunu tapmaq hissəsinə. Uzunluq bölmək. Bu verilib. Onun neçənci saat qurşağına düşdüyünü necə taparıq? 15-ə bölərik də müəllim. 1 saatımız 15-dir. 15-ə Sonra bölərik. Qalıq 7,5-dən böyük olarsa, əgər üzərinə 1 əlavə edərik. 7,5-dən kiçik olarsa, elə olduğu kimdə qalar. bəli, olduğu kimi qalırıq. Bəs məntəqə qərb uzunluğudursa, o zaman nə edərik? Qərb uzunluqsa müəllim 7,5-dən böyüksə, əgər üzərinə 1 əlavə edib, əlavə etdiyimiz rəqəmi 24-dən əlavə etdiyimiz rəqəmi çıxırıq. Bəli, ən sonda 24-dən çıxmalıyıq. Ümumiyyətlə, qərb yarımkürəsi olanda bu 24 məsələsi olur uşaqlar. Mütləq 24-dən olmalıdır. Kimsə salam verdi. Fatimədir Məmmədiyəs. Salam Fatimə. Yaxşı. Saat məsələlərində təqvim dəyişmə meridianı hansıdır uşaqlar? Neçə dərəcədir? 130. 180. 80. 180 dərəcə təqvim dəyişmə meridianı hesab olunur. Bu neçənci saat qurşağıdır? 180 müəllim. 180. Müəllim. 12-ci. Neçə? Səslər qarışdı, tam eşitmədim. Neçə dediniz? 3-cü deyirəm. Deyim müəllim 12-ci saat qurşağı. 12, bəli, 12-ci saat qurşağıdır. 180 dərəcəlik meridian 12-ci saat qurşağını düşürür. 180-i 15-ə böləndə 12 alır. 12-ci saat qurşağıdır. Saat, belə bir sualım olacaq. Bütün saat qurşaqlarında yerləşən materik hansıdır? Afrika. Antarktik materik. Bəli, Yox, Fatimə. Antarktika. Antarktidadır ki, bütün saat qurşaqlarında yerləşir. Çünki meridianların hamısı orada cənub qütbündə birləşir. 24 saat qurşağı, 24-ü də oradadır. Bəs bütün saat qurşaqlarında yerləşən okean hansıdır? Okean. Hind Hind okeanı. Hind okeanı. Bütün saat qurşaqlarında 180 dərəcəlikdən sakit okean kəsmir. Şimal qütbünün yerləşdiyi okean hansıdır? Şimal buzlu okean. Şimal buzlu okean, bəli. Bütün saat qurşaqlarında yerləşən okean Şimal buzlu okean. Bütün saat qurşaqlarında yerləşən materik Antarktida, yəni qütblərin olduğu ərazilərdir ki, orada meridianların hamısı birləşir. Onda belə bir sual çıxar ki, yeni ili 24 dəfə harada qarşılaya bilərik? Həm Antarktidada. Antarktidada yerləşən cənub qütbündə, həm də Şimal buzlu okeanda yerləşən şimal qütbündə yerləşdirə, daha doğrusu qəbul edə bilərik 24 dəfə. Saat məsələlərinin bu nəzəri hissəsi ilə bağlı sualı olan var, yoxsa keçək məsələlərə baxaq? Məsələlərə baxaq. Keçək mən məsələyə. Məsələlərə baxaq. Onda mən
Ekranda Məsələlərə paylaş baxın müəllim. məsələlərə baxalım. Din toplusunda maraqlı suallar var. Sizə də uyğun suallar tutuyorlar. Yəni çox sizin qarşınıza o tipli suallar çıxır imtahanda da. Bu suallara baxaq. Özdə din toplusunun aktiv sualları daha çətindir. Onlara baxaq. Mən bir sual verə bilərəm. Buyur Zakir. Litosferdən falan da sual verəsən, yoxsa? Yox, litosferdə sual yoxdur. Bugün ancaq saat məsələləri ilə bağlı testlərə baxacağıq. Bildim mən. PDF-i tapaq. Yerin özü ətrafında hərəkəti ilə bağlı. Sizin də yanınızda varsa toplunu aça bilərsiniz. Səhifə 42. Gözləyim deyir. Səhifə 42-də. Başlayır. Yerin özü ətrafında hərəkəti. Burada birinci suala, biraz sadə suallara baxaq. Birinci suala kim cavab vermək istəyir? Mən cavab vermə, prosta ekran biraz məndə birinci sualın sual görünmür, şəkil görünür sadəcə. Səhifə neçədir müəllim? Səhifə 42. İndi görünür ekranda. Hə, o A və B məntəqələri üçün fərqi cəhət, hə. Mən Buyur. deyə bilərəm. Yox, Deyil. yox. Hər kəs, o da hər kəs düşünsün, belə eləkdə, hər kəs düşünsün, hər kəsən cavab variantını alaq. Bax. Baxdı hər kəs. Birinci sual deyə Məhəmməd deyə bilərəm. bilər yəni fikrimi. Tam dəqiq deyil amma. Fatimə, buyur Fatimədən başlayaq. Fatimə deyir Müəllim fikir. deyim. Deyil. Müəllim birinci dəfə A ilə B-nin fərqli meridianlarda yerləşirlər, amma eyni enliklərdə yerləşirlər. Bəli, fərqli meridianlarda, amma eyni enlikdədir. Burada nə cavab çıxır? Buradan bir dəqiqə baxın müəllimə. Yerli vaxtları müəllimə A variantı. Bəli, fərqli meridianlar üzərində yerləşdiyi üçün yerli vaxtları fərqlidir. Leyla, sənin Sevdiğim fikrin, dərsdir müəllim. Mama dedi Fatimə. sən də fikrin elə idi? Bəli. Bəli. Fərqli məxrıq ki, A mən belə deyək də şərq yarımkürəsində düşür. Baxın, B də qərb yarımkürəsindədir demək olar ki, ayrı-ayrı meridianların üzərindədir. Ayrı-ayrı meridianların üzərində olduğu üçün bunların yerli fərqləri mütləq ki, fərqli olacaq. Eyni enliyin üzərindədir hər ikisi, 40 dərəcə paralelin üzərindədirsə, şimal qütbündən olan məsafələri eynidir, ekvatordan məsafə eynidir, günəş şüalarının düşmə bucağı eynidir, cənub qütbündən olan məsafə eynidir. Çünki bu sayılan ifadənin dördü də eyni ilə bağlı olan məsələlərdir. Amma Üçdə uzunluqlar cavab verdi də fərqlidir. Antarktida. Amma yerli vaxtın tapılması bu artıq meridianla bağlıdır, fərqli olacaq. İkinci sualın cavabını mən bayaq dediniz. Bütün Deyim suallar Antarktida. variantı Antarktida. Antarktida. 10-cu sualı da deyin görüm. 10-cu sual, hə. Bəli. Dəfə qeyd etmək. Nə 10-cu sual baxsana. coğrafi qütbdə də Bəli, coğrafi qütblərdir. Məsələn, Hə. burada Antarktida yazmayıb, Şimal Buzlu okean yazmayıb, sadəcə coğrafi qütb yazıb. Bizə bilirik ki, bütün meridianlar qütblərdə birləşirlər. Bütün saat qurşaqlar da qütblərdədir. Ona görə coğrafi qütbləri götürərik. 11-ci sual. 11. Yazır Şey, alamalı. 0. Nədir A bu? variantı. Sıfırdan A variantı. Sıfırda. B variantı. Məncə 0-dan hesablanmaz. Çünki Yeni 0 olsa C-də eynidir. Çünki 0-cı həm də 24-cü olduğuna görə ancaq C-ni də götürmə mövzusunda qalarıq. Amma orada cavab 12-dir. Ona görə B. İkinci sualda C variantı Yox, müəllim.
Mən B üçüncü variantı. sualı cavab eyni meridian üzərində yerləşmirlər. Üçüncü sual bəli, eyni meridian üzərində yerləşməmələridir. Biz o Yerləşmirlər. Mən düz orada verilməyib, amma elədir. bəli. Dəqiq orbit planetada verirlər. 11-ci suala baxırdıq. Ha? 11-ci sual. Yer sütunun başlanması hansı saat qurşağından hesablanır? Qurşaqların bəziləri A dedi. Mən B Müəllim dedim. yox, B'dir, C. müəllim B'dir, B. B de 12 gördünüz. saat qurşağında müəllimə. Təqvim dəyişmə B'dir meridianı. müəllim. Yəni təqvim dəyişmə o deməkdir ki, yeni sutkadır da bu təqvim. Bu 180 dərəcəlik meridiandır. 180 dərəcəlik meridianın ikinci saat qurşağına düşürdü, 12-ci saat qurşağı. Həmsə Leyla məntiqlə dedi ki, əgər sən 0-ı götürürsənsə 0-ı 24-ü də götürməlisən axı. Çünki eyni meridiandır bunlar, eyni saat qurşağıdır. Bəli, mən cavab 12-dir. B variantı 12 saat. Bəli, cavab orada Müəllim, 12-dir. bu məsələlər çox asan olur. Ha, mən. Asan. İndi sizə Zəhmət olub ekranı yaxınlaşdırarsınız. yaxınlaşdıracağam. İndi sizə asan məsələlər verəcəm, tapın. Müəllim, səsiniz Çağsa deməli çətin misallar verdim mənim. Səsin necə gəlir Fatimə? Mənim səsiniz tam gəlmir. Hamıya elədi. Natay Evet. müəllim. Mən də gəlin mənə səsiniz. Ola bilsin Fatimə, səndə bəlkə internetdə biraz problem var. Arada düzdür, mənim səsim gedir nəsə internetlə bağlı olaraq. Amma indi bəzi uşaqlara aydın gəlir, sənə aydın gəlmir. Bəlkə də internetdə problem var. Yaxşı, buradan baxın onda 27-ci sualı kim həll etmək istəyir izahla? Neçə? 27-ci sualı. Hər kəs 27-ni hər kəs də görsənir də yəqin ki. Bəm, görsənir. Mən Başlayın. tam bilmirəm. Yarısını bilirəm, yarısını bilmirəm. Ya bəlkə bilirəm yadımdan çıxıb prosta. Yaxşı, mən Dəqiqəm onda oldu. izah Deyim edeyim. müəllim mən. Mən izah eləyim tamam belə. Buyur Fərdi, izah elə. Deyək ki, şəhərə 50 şimal enliyi və 30 şərq uzunluğunda yerləşir. Deməli müəllim, bunların ikisi də yəni şimal yarımkürəsində yerləşir. 27-ci sual, Fatimə, 27-ci suala baxırıq. Eyni yarımkürədə yerləşirlər ikisi də. Deməli 50 şimal enliyində 15-ə bölürük ki, bunun saat qurşağını tapaq. 50-də 15-ə böləndə düşür 3 saat 20 dəqiqə daha doğrusu. Deməli 30 şərq uzunluğunda yerləşir. Deməli şərqdəsə 30-da böləndə 15-ə düşür 2. Deməli mən 3 saat 20 dəqiqədən də 2-ni çıxanda dəqiqə 3-dən 2 saat 20 dəqiqə qalır. İndi Londonda 0 dərəcədə yerləşir. Onunla 0 dərəcədir, bəli. Yerli vaxt saat neçədir? Arada nə isə itirdin. Hə. Məsələn, mən də fikir verdim ona. Mən sizə həmişə demişəm ki, yerli vaxtla saat məsələləri ilə işləyəndə hər zaman uzunluğa baxırıq, uzunluğa baxırıq. Uzunluğa Hə, baxacağıq. doğrudan. Uzunluğumuz 30 şərq uzunluğudur. Onda 30 şərq. mən bir də mən deyə bilərəm, mən deyə bilərəm. De görüm Leyla. Deməli Yəni 30 şərq uzunluqsa bizə deyir ki, 1 saatımız 15 dərəcədə. 30-u 15-ə bölərik, eləyir 2, yəni 2 saat olar. Sonra da bizə Kiyevdə yerli vaxtı 7 saatı verdiyinə görə 7 olarsa, Londonda yəni 7-dən də 2 çıxacaq, eləyəcək 5. Səhv olmadı inşallah. düzdür müəllim. Yəni səhv ola bilməz. Tapırıq. Kiyev 30 şərq uzunluğudur. London uzunluğu neçə dərəcədir? 0. 0 dərəcə. Bunlar arasında dərəcə fərqi 30 dərəcədir. 30 dərəcəni də saata çevirəndə bəli, 15-ə bölürük, tapırıq ki, 2 saat. Və Kiyevdə 7:00 oldu və daha şərqdədir. Bizə London lazımdır. London daha qərbdə yerləşdiyi üçün 7:00-dan 2-ni çıxırıq, eləyir 5:00. Çıxma səbəbimiz daha qərbdə yerləşməsidir. Londonda saat olur 5:00. O zaman baxalım 28-ci suala. Neydi?
Müddətində yekəsinin qərbdən şərqə neçə dərəcə dönər? Mən deyə bilərəm. 1 saatımız 15-də 7-nin 15-ə oranında. Mən bir Hə, necə Mən- oldu? deyim. Deyə bilərəm. Deyil. Deyil, görüm Fərid. Hə, deyək ki, mənim meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində yer kürəsi qərbdən şərqə neçə dərəcə dönər? 7 saat müəllim, 1 saatımız 15-dir. 7-ni vurarıq əvvəlcə 15-ə. Hər iki düz deməm, hə? Deyil, Hə. fikrini tamamla. 7-ni vururuq deməli 15-ə müəllim. 7-ni də 15-ə vuranda bir dəqiqə 2 hə 108 yox. 105. Hə 105. Deməli 105 də ev aranı yer kürəsində qərbdən şərqə neçə dərəcə dönür? 105 dərəcə. Başqa fikir demək istəyən? Xeyr. Yoxdur. Fatimə dərsdədir. Nəsə Fatimə internetində problem var. Amma Mən məncə mən bir dənə şey səs edir orada. Nəyi? Yo, düzdür. Məncə Nə? şərqdə vaxt bir gün irəlidir. Qərbdə desəm ki, Yox. Bax Fərid, sənin problemin bu da. Məsələnin cavabını deyirsən, sonra əmin olmursan. Düzgün dedin də, 1 saata əgər 15 dərəcə fırlanırsa, 7 saata tapmanda 7-ni vururuq 15-ə. Elə 105 dərəcə. Bitti. Burada sənin dayı qərbdədir, şərqdədir. O 180 dərəcəlik meridianla bağlı idi. Elə bir ifadə yoxdur ki burada. bəli. Sadəcə deyir 7 saat neçə dərəcə fırlanar. 7 saat olmasın, burada başqa rəqəm verə bilər. 10 saat, 15 saat. Hamısından 15-ə vuraraq tapırıq. Yaxşı. 29-cu suala baxaq. 29 aldım. Zakir dərsdə. Buyurun müəllim. Zakir 29-a bax görək sənin də səsi eşidək də. Baş. Yoxlamayın dərsdə, yoxlamayın, aktiv olun. 29. Mən baxdım amma anlaya bilmədim. 6-cı saat qurşağın orta meridian. Birincisi baxırıq ki, orta meridianı necə tapıldı. 6-nı vururuq 15-ə. Şərqdədirsə, Əgər şərqdədirsə 15-ə vururduq, qərbdədirsə 24-ə çıxıb 15-ə vururduq. burada 6-dır. 6 bilirik ki, şərqdədir. 6-nı vururuq 15-ə. 90. Acayip gəldi müəllim. 90 mənim 90. 90-ın da üstünə 6 gələcək, o deyəcək A bəndi. 90 Bəli. şərqdədir. Və deyir ki, orta meridiandan 6 dərəcə qərbdədir. Qərbdədir. Qərbdədirsə, Gəldi müəllim. Yox, çıxartdırsa çıxardır. Mən deyim. Digər Bunu saat. vururuq 15'e 90. Neydi? 90 qərb olduğu için 90'ın altı çıxırıq. Müəllim, Allah 84. 84 qərb uzunluğu olur. Niyə 6 qərb? vururuq 15'e 90. Qərb uzunluğu, müəllim. 90'ın altı. Yaxşı, niyə qərb uzunluğu dedi? Mənim qərb uzunluğu olur da. Elə bir Niyə Axı qərb? 6 qurşağı şərqdə yerləşir. Bu 90 şərq uzunluğudur. 90 şərq uzunluğundan 6 dərəcə çıxanda 84 şərq uzunluğu qalar. 84 qərb uzunluğu etmez. 84 saydı. Bəli, 84 şərq uzunluğu eləyir. Mənim səsim həqiqətə aydın. Mən qərbə getdiyimiz üçün çıxırıq da. Qərbə get. Qərbə gəldi müəllim. Necə gəlir mənim səsim? Ha, belə təzə qırıq-qırıq gəlir. Bir mikrofon qırılıb bax elə. Mənim səsim qırıq-qırıq gəlir. Arada məndə nəsə səslər eşidirəm. İnternetten bağlayacaq. Çünki sizdən də qırıq-qırıq səslər gəlir mənə. Hə, məndə internet arada öz-özündən çıxır, ona görə olur. Baxaq 30-cu suala. 30. Şuna indi yerləşən mən. Mən tapmışam əslində. Burası bir dənə 170 dərəcənin sən saat qırmaq desəm. 170. Məsələni həll etmək istəyən ürəkli. Mən deyə bilərəm şəxsən. Yox, demə bir. Özdə. Deyə bilərəm mən. Başqa görək səndə artıq.
Deyir ki, 170 şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00 olarsa, 170 qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Qərbdə yerləşdiyi üçün dedik ki, müəllim, qərbdə vaxt 1 saat geri olur da, yəni. Ona görə də daha doğrusu həm gün, həm də saat geri olur. İndi burada da 170-i bir dənə dərəcəyə çöndürəndə bir dənə onu bilsək 11 müəllim. saat 5 dəqiqə olur deyəsən. 11 saat 5 dəqiqə elə bir şey olmalı deyəsən. 5 dəqiqəmizdə 20 dərəcə, 1 dəqiqəmizdə 4-sə, 5 dəqiqədə 20-dir. Onda müəllim burada cavab olacaq. Bir dəqiqə deyirəm. Cavab deyildi müəllim. Cavab çox getdi. Müəllim, məndə ekran görsənmir. Ekran görsənmir. Sizdə görsənir uşaqlar. Görsənir müəllim. Fatimə, kitabım var. Müəllim, səsim durur. Yo. A variantıdır müəllim cavab. Fatimə, test toplumun var özünün yanında. Hayır müəllim, sən də gedəsən. Varsa əgər gətir bu oradan bax, ekran görsənmirsə. Çünki internetlə bağlı deyəm, edəcəyim bir şey yoxdur. 30-cu sual necə? Cavab A oldu müəllim orada. Adı mən istadım. 170 şərq uzunluğu məntəqəsi burada yerləşir. Onunla işimiz yoxdur onsuz da müəllim, yəni. Və burada saat 13 fevral saat 16:00. 170 qərb Müəllim, uzunluğunda bir də özü mən hesablayım. 170 qərb uzunluğunda yerləşən B nöqtəsini tapmalıyıq. Bir saatı neçə olur? Bir dəqiqə Fatiməni gözləyib xət etməyimə hesaplamaq istəyir. Müəllim cavab D'dir da, D. 12 fevral 17:20. Necə hesablayırıq bunu bəs? Necə tapırıq o D D'dir olduğunu? müəllimə. Burada uşaqlar baxırıq ilk növbədə 170 şərq uzunluğu və 170 qərb uzunluğu. Bunlar arasında 180 dərəcəlik bir ünsiyyət yerləşir. Yəni təqvim dəyişməlidir. 170 şərq uzunluğundan 180-ə qədər neçə dərəcədir? Necə 10 müəllim? dərəcə müəllim. 10 dərəcə. Bəli, 170 şərq uzunluğundan 180-ə qədər 10 dərəcədir. 170 qərb uzunluğundan 180-ə qədər neçə dərəcədir? Ha, səsi çox gəldi. Yenə 10. Yenə 10 dərəcədir, bəli. 10 dərəcə, 10 dərəcə. Toplam aralarında neçə dərəcə var? 20 dərəcə. 20 dərəcə, bəli. Toplam aralarında 20 dərəcə var. Və 20 dərəcəni biz indi saata çevirməliyik. 20 dərəcəmizi necə çeviririk saata? Sağda 15-ə çönəndə. 15-ə, 15, 20. bəli. 20-ni Mən 15-ə 1 saat 20 dəqiqə eləyir. 1 saat 20 dəqiqə. Arada D deyə. 1 saat 20 dəqiqədir, bəli. Və bunlar arasında bilirik ki, buradan 170 şərq uzunluğundan şərqə doğru gedirik də artıq. 16:00-nun üstünə gəlirik 1 saat 20 20 dəqiqə. dəqiqə deyil. Müəllim, bəs mən 1 saat D variantı dedim, dediniz yox. Mən cavab demədim ki, kiməsə düzdür, səhvdir. Sadəcə izah istədim. Variantı mən çaşıb dedim, amma orada 13 fevral saat 6-ya 20 dəqiqə işləmiş. Saat olur o 20. Bəs niyə 12 fevral olur? Çünki Müəllim, mən qərbdə vaxt bir gün geriyyədir. Sadəcə 1 saat 20 dəqiqə olur artım. Gətir vaxt gündüzü deyil. Daha doğrusu elə də qərbdə vaxt şərqdən geriyədir. Biz burada 180 dərəcəlik meridianı aşıb gedirik. 180 dərəcəlik meridianı aşıb keçiriksə artıq qərb yarımkəsi, o zaman təqvimimiz bir gün geri olur. Yəni 13 fevral yox, 12 fevral olur və saat olur 17:20. Üzərinə də 1 saat 20 dəqiqənin 16:00 üzərinə gəlir. Təqvim ona görə bir gün geri olur. Cavabımız ona göstərib irəlidir. Kimdəsə mənim səsim echo verir. Gəlir səsim sizə. Bəli, müəllim. Müəllim. Yaxşı, burada baxaq görək başqa çətin məsələ varsa, onlara baxaq. Baxaq 41-ci suala. 41-ə. Bəli.
Deyim müəllim, mən cavab tapdım şey, baxan kimi. Yəni elə çətin bir şey, asan da onsuz da müəllim. Asandır, prosta mən tam dəqiq hesablayayım. Biraz səbir edin. Hesablasınlar. Yaxşı, gözləyək. Mən də tapdım. Tapdınız? Deyə bayırındadır müəllim cavab. Hə. Neyle? Mən şeydir, birinci Londonda 0 meridian oldu, 0 dərəcə meridian olduğuna görə, Bakıda isə 50 şərq uzunluğu olduğuna görə, yəni 50-dən birinci 0 çıxdım, elə də 50 yenə də. 50-ni də sonradan böldüm 15-ə. Bir dərəcəmiz 15 yox, 1 saatımız 15 dərəcə olduğuna görə 50-ni böldüm 15-ə, o da elədi 3 saat 20 dəqiqə. Bəli, Bakı ilə London arasında yerli vaxt fərqi 3 saat 20 dəqiqə. Mən elə baxan kimi elə 50-ni böldüm 15-ə cavab tapdım. Yəni London 0, heç fikir vermədim ona. Yaxşı, bəs 42-ni ona əsasən tapın görək 42-ni. London'a sözüm. Mən deyim, dəqiqə tam cavab 20 dəqiqə 3 20 Londonda hansı gün? 25. Deyim müəllim. Buyur Fərid. Mən də tapdım. Direkt cavabı deyim elə, yoxsa məcbur İzahlı. xətt. Cavabı demə, izahlıdır. Hə, deyək ki, Bakıda 21 mart tarixində yerli vaxt saat 02:20 olan zaman Londonda hansı gün və yerli vaxt saat neçədir? Dedik ki, müəllim, London biraz qərbdə yerləşir də. Yəni qərbdə də vaxt geri olur, 180 dərəcəlik meridianı aşır. Ona görə də müəllim 0 yəni 24:00-dan keçib gedib də 2 saat 20 dəqiqə. Elə 2 saat 20 dəqiqə geri qaydanda müəllim Bakıya tərəfdə eləyir 23:00. Yəni Bakıda 02:20-dir. 02:20. Bakı ilə də London arasındakı saat fərqini biz tapmışıq. Neçə saat idi? 3 saat 20 dəqiqə. 20 dəqiqə. 02:20-dən 3:20-sini çıxırıq. Bu da eləyir 23:00. Hələ mən elə demədim, başqa formada dedim. Zoom olmadan olur. Və 23:00 artıq bu 24:00 keçmişik, geri getmiş yaxı. Geri getdiyimiz üçün təqvimimiz də geri olur. 20 mart 23:00. Ha, burada başqa hansı məsələlər var? Daha çətin məsələlər də baxaq. Burada 72, 71 və 72 suallar. 71. Deməli, şimdi bu 275 dərəcə azimut. Aynen, bu də azimut verməsə. Qarışıqdır da. Neydi? Deməli, Üfüqün cəhətlərinin dərəcə ilə qiymətidir. 270 dərəcə azimut, yəni qərb demək. qərbdir. İkinci saat qurşu. Mən əvvəlcə 8240-ı bölürük. 85-də 840-ı, Mən 8540-ı. bəli, 8540-ı bölürük 85/4-ə. Sonra Mən eləyir 100. elədi 100. 100. 100. Ama sonradan da şeydi 100 dəqiqə 270.
Mən sonradan da 100 şeydir. Axı ikinci saat qurşağı orta median elə ikinci deyim. İkinci saat qurşağı şərqdə yerləşdiyinə görə 40 30'a 100 vur. 15'e 100 vuracaksan. yox. 15'e vurur. Mən Şərq uzunluğu. mən onu demirəm. 170-dən birinci 40-ı çıxacaq. Eləcək 230, 230-dan da çıxacaq bayaq tapdığımız 100 o da eləcək 130. Natır oldu mənim oyunda. Bir dəqiqə. Böyle ne tanıştık? Dəqiqə mənəm 240 hardan aldıq şimdi? Hesaplayabilməyəndə bütün rəqəmləri bir-birindən çıxırsa. 12 bindi. Yox. Birincisi, gəlin bunun sistemini quraq. Şimal yarımkürəsində ikinci saat qurşağının orta meridianından 40 dərəcə qalırdı. Birincisi, ikinci saat qurşağının gəlin orta meridianını tapaq. Birincisi, 30'da. 30 şərq uzunluğu. Bu ikinci saat qurşağının orta meridianı. 40 dərəcəyə paralel deyil. Bu da 40 dərəcəyə şimal yarımkürəsi. Yəni, 40 dərəcə şimal eləyir də. Buradan, bu məntəqədən 8544 kilometr qərbə getmişik. 8540 kilometri ilk növbədə dərəcəyə çevirməliyik. Görə neçə dərəcə getmişik? 85-14'e böləcəyik, o da eləyəcək 100. Dərəcəyə paralel boy gedirik deyə 40 dərəcədə bir dərəcənin qiyməti 85-4-dür. 85-4-də və tapırıq ki 100. 30 qərb uzunluğundan 100 dərəcə qərbə getməliyik. 30 çıxılsın 100 eləyir -70. Mən hər zaman demişəm ki, əgər cavab mənfidirsə, deməli biz yarımkürəni dəyişmişik. Şərq idisə olacaq Qərb. Gəl. 70 qərb uzunluğu. Və eləyimiz ödürü kimi qalır. 5 şimal 70 qərb uzunluğu. Başa düşüyoruz bunu. Bəli. Lakin onun için çıxmaq lazım deyil. Burada göstərilən 270 sən hansı yarımkürəyə, hansı istiqamətə getdiyini göstərir. 90 dərəcə azimutda verə bilər, 180 dərəcə azimutda, 100 dərəcə azimutda, o sadəcə istiqaməti göstərirsən. Yəni, azimutin qarşısında yazılardan istiqaməti göstərir. Onun nəysə çıxmaq, toplamaq lazım deyil. Əsas baxırsan sağda məsafəyə və ona əsasən də hesablamağa. İndi mən 70 qərb uzunluğu oldu, sonra nə varacaqdıq? 70 qərb uzunluğu bitdi, enliyimiz də olduğu kimi qalırdı. Şimal elmi oldu. Bildim mən. Ha, bu 70 72-ci misalda belə şeydir. Yenə 8540-ı yenə 85,4-ə böləcəyik. Eləcək 100-də. elə deyil. Sonra Sağdan da burada yenə 40 Yəni də 30'a və 100 artırır. bu da 22 saat qurşağı da qərbdədir. aha. Yəni uzunluğu neçədir? 40 şimal 70 şimal. Şərqi. 40 40 Birinci yox. saat kuşağının uzunluğunu tapar. 22. saat kuşağının uzunluğunu tapanda 24'ten çıkırır 22'ni. Vururuq 15'e. 30 qərb uzunluğu. Yəni 22. saat kuşağı 30 qərb uzunluğu. Biz 30 qərb uzunluğundan 90 dərəcə azimut deyildi. Yəni şərqə doğru. Şərqə doğru 100 dərəcə getməliyik. Qərb yarımkürəsində 30 qərb uzunluğu. Qərb yarımkürəsində şərqə gedəndə çıxırıq. 30-dan çıxırıq 70-i, daha doğrusu 100-ün. Eləyir -70. Şərq qərb uzunluğu idi. Ona görə şərq uzunluğunu götürəcəyik də. O deməkdir ki, 70 şərq uzunluğunda. 40 şimalini 70 şərq uzunluğu. Kimsə cavabı dedi, doğru deyildi. 40 şimalini 70 şərq uzunluğunda yerləşdir. Sadəcə bizə cavabı yox, izah etmək lazımdır ki, necə tapırıq bu məsələləri. Çox getdi. Hara getdi? Səhifə neçə idi? Səhifəni itirdim mən. 4 idi deyəsən ay müəllim. 4:43 belə idi. 4. Hə, aldım.
da açıldı sayfada. Bu suallara. Hə, 71, 72. Yaxşı. Baxın, indi burada 78-ci suala. Kaçıncı? 78. Mən deyim elə direkt tapdım. Burada A variantıdır. Deyim necə elədiyimi. Mən də tapdım. Elə baxan kimi bildim. Çünki Deyim bizim mən. bir dərəcəmiz yəni 1 saatımız. 1 saatımız 15 dərəcə dedik. 150-ni də 15-ə böləcəyik, deyəcək 10 saat. Bəli, 155. Mən sizə belə bir sual verim. Əgər yer kürəsi 1 saata 15 dərəcə yox, 20 dərəcə fırlansaydı, Neçə dərəcə müəllimə? 20? 1 saata 15 dərəcə yox, 20 dərəcə fırlansaydı, o zaman neçə saat qurşağı yaranardı? 100. Deməli 24 5 4 Yox, 40 demək istəmirəm. Yox. 40-ı necə tapdın? Bir dəqiqə mən. 36-cı müəllim. 36. Tamam, 36 fikirləşdim. 36. Necə fikirləşdin tapdın? Niyə 36? 1 saatımız 15 dərəcə deyil müəllim. 20 dərəcə fırlanır da burada da. Yəni 5 dərəcə artır. 24 də vurdum 5-ə, elədi 12 götürdüm oradan. 24-ün də üstünə 12 gəldim. Elədi 36. 24 sizə niyə 12 gətirdin? Niyə 5-i 24-ə vurdun? Abi 5 dərəcə artı bax, ay müəllim, ona görə. Yaxşı, Leyla, Bir- sən yerini görək. Mənim fikrim tam elə ki tapmamışam da, yəni tam qarışdı benim. Zakir, sən nə düşünürsən? Necə? Sən nə düşünürsən? Mən fikirləşirəm hələ ki. Amma Yaxşı. mən bir fikir Sən var. nə düşünürsən? Mən hələ fikirləşirəm. Yaxşı, normalda demişik ki, yer öz o ətrafına sıralanda 360 dərəcə çevrə cizgidir. Və bir sutkamız da 24 saatdır. Biz 360 20-yə böləcəyik. 24'e bölerek tapırdık 15 saati. 15 dərəcəni, eləmi? İndi düşünün ki, yer kürəsi 15 dərəcə yox, 20 dərəcə fırlanır. Yəni 360 20-yə böləcəyik müəllim orada. Fəyaqdan burada deyirəm, səsim bağlıymış. bölürük 20'ye və tapırıq ki, 12 saat qoşağı formalaşmış olur. Artıq 24 yox, 12 saat qoşağı yaranmış olacaq. 12 eləyir, yoxsa 18 məndə yanlış bölüb. Baxın müəllim. 18 mi? 12 mənimmiş. 18. 18. Artıq 18 saat qoşağı formalaşmış olur. Məsələn, Düz 20, dedik öz ox ətrafında. Ondan sonra dedim ki 360-ı böləcəyik 20. 20 olmasın ki, 30 dərəcə fırlansa, öz ox ətrafında. Yenə 360 Bölər 30-a. bəli. Burada 360-ı da 30-a böləndə düşür. 12 saat quşağı olacaqdı. 12 saat qoşağı yaranmış olacaq. Və yaxud da 30 yox 36 dərəcə fırlansa, 360-ı 36-ya bölərsiniz, 10 saat yaranmış olur. Burada başqa bir məsələ var idi, onu tapıb onu sizə vermək istəyirəm. Səhv eləmirəmsə, axırlardaydı o sual. Açıq sual Ayda, kimi. qararda aytsa. Bəli, axırlarda açıq sual kimi idi və o sual mənim yaddaşımda travma olaraq qalıb, çünki mənim cavabı sualım olub. Deməli, çətin suallardan biriymiş ki, hər Yox, əslində elə də çətin deyil, çətinlik idi. Burada 134-cü sual. 134 baxın. Aha, dedim də mən. Əslində çox asandır. Bir dəqiqə müəllim, kilometr saatla.
Bəli, kilometr saatla hesablayın. Müəllim 117-ni böləcəyik 15-ə. 360-dan da 360-da aldığımız ədədə böləcəyik yoxsa? Biz 17-ni 15'e bölsün heç tam rəqəm düşmür. Onu da geyər Hə, mən o da qalıqla düşür. Mən 117 ilə 40-ı toplayaq da. Niyə topluyoruz ki? 40 şimal enliyi də axı şimal enliyi işimiz yoxdur. 50 ilə uzunluğu toplayırıq. 50 ilə uzunluğu toplayacaq bizə nə verəcək? Bizdən sonra yerin oxu ətrafında fırlanma sürəti özü də kilometr və saatla hesablanır. Kilometr. Sözü verin. Burada 40 dərəcəlik paraleldə 1 dərəcənin qiyməti bizə lazımdır. Düz mənə. 40 dərəcəlik paraleldə 1 dərəcəlik 85.4. Hə. 85.4-dən istifadə edəcəyik biz. 117-dən 85.4 çıxacaq. Yəni burada kilometrdir də 1 dərəcə 85.4 kilometrdir. Hə, bir dərəcə. Hə, bir dəqiqə onda müəllim. Mən onda burada Fərid nəsə tapdı deyəsən. Yox, mənim bir dəqiqə hərəkət. Kəmərəm. Amma Bir hərəkət. bilmirəm. Düşünün ki, biz kilometri tapdıq, saatımız qalıb. Kilometr saatla istəyir axı. Saatı da bilirsiniz axı, 1 saatımız 15 dərəcədir. 8 dərəcə 85.4 neçə idi mənim? 1 dərəcə. 1 dərəcə, bəli, 85.4 kilometrdir. 8-i 85.4 vuranda neçə idi müəllim? Bir dəqiqə onu hesab. Sizi hardan tapdıq? 117-ni mən böldüm 15-ə 117-ni. Qalıq da şeydir, 7,5-dən yuxarı oldu. Üzərinə bir əlavə elədim. 8 elədi. Saat uşağına düşdüyünü tapdı, ne? Baxın, mən sizə məntiqlə deyirəm ki, 1 dərəcənin qiyməti 85.4-dür. Və bilirik ki, 1 saatımız da 15 dərəcədir. 15 dərəcəni vuracaq. 85.4. Bizi vuracaq. 85,4-də o da eləyəcək. Dəqiqə. 281. Hə. Hə. Bəli, uşaqlar. Mən Bizdən cavabı kilometr bölünsün saatla istəyir. Kilometr bölünsün saatla istəyirsə, deməli birinci kilometrə tutulur. 40 dərəcədə 1 dərəcənin qiymətin birisi 85.4-dür. Saatımız da 15 dərəcədir də. 85.4-ü vururuq 15-ə. 1,281. Burada fərqi yoxdur. İstənilən tabir qoya bilər. Məsələn, 40 dərəcə qoymasın. Burada bölsün tutaq ki 10 dərəcə. Yaxud da 20 dərəcə şimal enir, 30 dərəcə şimal enir. Paralellərin hər birinin qiymətləri var idi. Həmin qiymətləri birbaşa vururuq 15-ə. Çünki cavabımızı bizim kilometr və saatla ifadə edir. Kilometrlə, məsələn, 40 dərəcədə qiymətimiz 85.4 idi. Saatımız da bilirik ki 15. 85.4-ü vururuq 15-ə. 1200. İndi mənim 135-də də cavabı eynidir. Mən də bilmirəm. Eyni olacaq. 85.4-də 40 dərəcənin qiyməti. Onu vuracağıq 15-ə. Hə, bildim müəllim. Asan imiş ya əslində. Prosta biraz məntiq. Məntiqi baxın buradadır. Məsələdə 1 kilometr bölünsün saat. Məntiqi oradadır. 1 saata, elə 1 saata özü göstər be bizə. İpucunu verib. İpucunu verim, sadəcə məntiqi tutmaq lazımdır. Və bu mənim uşaqlar qəbul sualımdan biri olur 2016-cı ildə. Mən bu sualı Allah eləyəcə düşün. Ona görə də o sual hələ də yadımdadır. Yadı xatırlayıram ki, C variantı atmışdım. Cavabı bilmirdim. C variantı atmışdım və səhv çıxmışdı. Görürsən, siz də atmısınız da vaxtı ikən. Yəni 2016-cı il mən hələ 11-ci sinif olduğum zaman. Deməli, biz də ata bilərik. Siz atmayın. Sizdə çox var gedir, siz atmayın. Yaxşı, burada onda baxaq, elə gəlmişkən 133-cü suala baxaq. Aha. Siz neçə? 133. O birislərindən mənim yenə 2-3 dənə idi. Burada 1, 2, 3, 4, 5 dənə var. Nə gəlirsə mən həll edim. 40 dərəcəni verib. Deməli 40 dərəcədirsə 85.4. Vuracaq nə isə.
Birinci miqyas tapaq var. Miqyasımız elədir 100. Yüzdür. Hə, 100. İndi nə qaraq mən? Məsələ bu. Sən sondan başlayana qədər əvvəldən başla da. 40 dərəcəlik Böyle- paralel Saatımız və saat qurşağımız şərqdə yerləşirdi. Burada da orta medianı 100 dərəcə qərbdədir. Yəni biz burada A məntəqəsinin nədir bu? Qurşağını tapacağıq da, saat qurşağını tapacağıq. Ona görə də şərqdə olduğuna görə 15-ə vururuq. 4'ü vururuq 15'ə, bəli. Birinci orta medianı tapaq. 4'ü vurduq 15'ə, tapdıq. Elədə 60. 60 şərqi solluğu və deyir ki, ardınca orta medianı 100 dərəcə qərbdədir. Yəni A məntəqəsi 60 şərqi solluğunun 100 dərəcə qərbdədir. Qərbə gedəndə Sıxırıq. Yarıça dəyişir. O da mənfi itməkdir. O da 40 qərb uzunluğu. Bəli, oldu 40 qərb uzunluğu. Yəni A məntəqəsi yerə qərb uzunluğunda. İndi B məntəqəsini tapsaq, B məntəqəsi 20 20 22-ci saat qurşağı 23-dən 24'dən 22-ci sarıq, 2-ci saat qurşağı 15-ə vururuq 30. 100-dən indi 30-u çıxaq müəllim. Qərbdədir axı 22-ci saat qurşağı qərbdə yerləşir. 30 değil, 2. saat kuşağı, 20. saat kuşağıdır. 24'ten 20 çıxanda. Hə, 20 saat 4 15-ə vuranda eləyir 45. 60. Hə, 60. Qərb. 100-dən də 60 tapacağıq. Ha, O 100'den da de 40. 40 məntəqəmiz şərq uzunluğu. qərb uzunluğunda yerləşir. Bəli. İndi müəllim miqyasdan eləyək 100 də miqyasdır. İndi gözlə. Bunlar sanki məsafəsidir. 40 qərb uzunluğu, 40 şərq uzunluğu. Arada neçə dərəcədir? 40. 40 niyə? 40 Hə, qərb. 10. 10 niyə? 40 qərb uzunluğu, 40 şərq uzunluğu. Arada neçə dərəcə var? 80, bəli. 80. Çünki sürələrdə toplayırıq. 80 dərəcə. Və biz hansı paralel üzrə hərəkət edirik uşaqlar? 40 180 dərəcəlik. dərəcə. Meridiandır. 40 dərəcə paralelin qiymətini bilirik. 85 onda 4. 80'i vururuq 85 onda 4'ə. Görək neçə kilometr yol getmişik. Oyda çox eləməlum o biraz. Kalkulyatorda vuraq. Mən kalkulyatorda varım elə. Vuraq, tez vuraq. 80 vurulsun 85 onda 4. O da eləyir 6832. 6832. Yəni şəhər biz 6832 kilometr yol getmişik. Miqyasımız nə qədərdir? 100. 100. Bunun xəritədəki məsafəsini tapanda bunu bilirik. Xəritədəki məsafəni tapanda həqiqi məsafəni miqyasa bölürük. Yəni 6832-ni bölürük. 100. Və o deyir 6 neçə idi müəllim? 6832 bölü 100. 68 tam 32. %30. Yəni 68-in %32 Hə. sant eləyir xəritədəki məsafəmiz. Görün neçə mərhələdən keçdik. Saatı tapdıq. Saata əsasən dərəcəni tapdıq. Daha sonra kilometrə çevirdik və onu miqyasla. Yəni 4 mərhələdən ibarət məsələdir. Çətin qeyris məsələlərdən biridir. Aynen siz yazanda asan gəldi Allah'ım. Siz Mən yazmam o yoxsa əsas sizin yazmağınızdır. Allah elə yazaq. Hamısı sorsa bilərəm. Buyur Zakir. Amma biz onun yarısı çıxırıq. Məsələlərə baxaq, bitirək. Bitirməsədir. Oldu. Peki, burada baxaq 116-cı suala. Gecə gündüzləri. Bunlardan heç danışmadıq. Gecə gündüzlərinin müsahidə olunduğu ölçələri müəyyən edin. Hə. Neçəyə müəllim? 116-ya. Qütb gecə gündüz. Deməli, gecə gündüzləri, qütb gecə gündüz deyirsə, cənubdan Yeni Zelandiya ola bilər. hə, Yəni, Zelandiya. ilk növbədə bax.
gündüzləri deyirsə, qütbə yaxın olan ölkələri seçməliyik ki, orada yəni bir növ 66,5 dərəcə enliyin kəsdiyi ölkələri seçməliyik ki, Bir Norveç. bu gecələri müşahidə olunsun. Bəli, Norveç, sonra Sonra Yeni Fin Zelandiya, Finlandiya, yox, Yeni Zelandiya, Finlandiya. Finlandiya. Sonra İrlandiya. İrlandiya. İrlandiya, İslandiya ilə qarışdırırıq. Hə. Burada Norveç, ABŞ olar biri. Norveçin qonşusu İsveç. Hə, İsveç. ABŞ olar müəllim. Bir də bəli, ABŞ-da, çünki ABŞ-ın Alyaska hissəsi var. Alyaska ştatı orada qütb gecə gündüzləri müşahidə olunur. İsveçdir, Norveçdir, Finlandiyadır, bir də ABŞ var. Yeni Zelandiya mülayim enlikdə yerləşir. Orada qütb gecələri müşahidə olunmur. Argentinada onun kimi 20 ilə 23.5-in arasında. ayda, yəni 66,5-lər arasında yerləşir də bu ölkələr. 66,5 kəsmir həmin ölkələri. Ona görə də qütb gecə gündüzləri müşahidə olunmur. Mülayim Onun- deyəndə mən 23.5 ilə 66.5 yoxsa 0 ilə 23.5-dir? Mülayim deyəndə 23,5-dən 66,5 arasıdır. Tropik deyəndə 0-dan 23,5 arası. Bəli. Burada ümumiyyətlə qütb gecə gündüzləri müşahidə olunduğu ölkələrin sayı azdır, çox deyil. Yadda saxlayın, burada 4 dənəsini öyrəndik. İsveç, Norveç, Finlandiya, ABŞ. Və oradan davam edirik. Rusiyanı götürərsiniz, Rusiya ərazisini. Bir də götürürsünüz Kanadanın ərazisini. Burada qütb gecə gündüzləri müşahidə olunur. Baxın, yuxarıdakı məsələdə. Mən silim. Göstərəcəm. Toplamda 6 dənə yerdə mən. Hə, 15-ci sualda. Burada qütb gecə gündüzləri müşahidə olunmadığı ölkələr deyirsə, hansı Deməli, Yeni Zelandiya değil mi? Argentina, Argentinadır. Yeni Zelandiya, Mongolistan, ABŞ'dir. Rusiya, Mongolistan. 1, 7, 4, 6. Bir İki də 4 var. yerdə. 2 də Neçə? var. 2 Rusiyadan olar. Rusiya düşür axı məndə. Rusiya düşür. Rusiyanı 66,5 dərəcə kəsir. Ona görə Bəli. Rusiya olmur. Olmadığı İsveçrə, Yeni Zelandiya, Mongolistan və Argentinadır. Argentina. Yaxşı, bizlərə, bu 119-cu sual. Yerli Rus üçün coğrafi. Yerli və qurşaq baxdım. 380. Nə tam bölünən deyir də mənim yəni, hə? Bunun bir qeydi var idi ki, yerli vaxtla qurşaq vaxtı nə zaman üst-üstə düşür? 15-ə tam bölündükdə də mənim. 15 dərəcəyə tam bölündü. Yəni məntəqənin coğrafi 4, 15 dərəcə 4, yerli və qurşaq vaxtı 1, 4, 5, 1. deməli 1, 4, 4, 5. 5. 1, 4, 5 tam bölünür. Ona görə də üst-üstə düşür. Müəllim, siz bunu o 2 dəfə səhvim olmuşdu bax bu sual üstündə. O vaxtdan bəri yadımda qalıb. Amma mən bunu yadımdan çıxardan var. Yaxşı, 13-cü sual. Baxaq müəllim. Varsa adını aşağıdakı. Amma hazır. Hələ bunlar hazırlaşırıq. Mən Çin olar. Çin, Qazaxıstan. Yəni Beş bizdən ülkə olar. daha şərqdə olanlar da, bizdən daha şərqdə olanlar da hələ qeyd eləməzlər. Eləməzlər yox. Cənubda olanlar məncə. Azərbaycandan daha şərqdə olan ölkələr, Azərbaycanda 1 yanvardır. Biz artıq yeni qeyd eləmişik və üstündən də yarım saat keçib. Azərbaycandan şərqdə olan ölkələri artıq qeyd eləyiblər. Azərbaycandan qərbdə olan ölkələr hazırlaşırlar. Biz burada tapmalıyıq ki, Azərbaycandan qərbdə yerləşən ölkələri. Böyük Britaniya. Britaniya, Kuba, Yaponiya olmur. İspaniya bir də müəllim. İspaniya. Yaponiya şərqdədir. Yaponiya ilə ilk qarşılayır. Sonradan baxdım müəllim. İspaniya, Böyük Britaniya və Kuba bunlar hələ qarşılamağa hazır. Bəs 114 Qazaxıstan, Dekabr. Yaponiyadır mən biri. Türkiyə. Yox. Yaponiyadır. Yaponiya, Çin, sonra Mongolistan olur da. bunlar daha şərqdə, Azərbaycandan şərqdə yerləşən ölkələrdir və yeni ili artıq qarşılayırlar.
Hindistan və Çin. Belə saat məsələlərindən bu qədər. Başqa saat məsələlərindən bağlı sualı olan var. Xeyr. Bugün Mən internetin asıl istəyim. bəli. Müəllim, yerə yaxşı oldu o səyahların çıxdığı. Çünki nəyə görə? Burada müəllim, Nurana müəllim şeydir, başlayıb səyahlardan hazırlaşdırmağa deyib ki, yəni düşür də. Mən hələ dedim ki, mən hələ keçməmişəm. Mən dedi ona tər olan şey. Dedim hələ keçməyib müəllim. Dedi ki, səyahlar mütləq düşür. Düşmür. Səyyahlar mövzusudur. Daha sonra bu mövzuları mən sizə qeyd edim. Səyyahlar mövzusudur. Kainat günəş sistemində bağlı olan nəzəriyyələrdir. Daha sonra iqtisadi hissədə sivilizasiyalar var ki, o mövzular artıq yoxlanıb, onlardan sual düşmür abituriyentlərə. Bəli. Şərif ki, varlar. Necə eləyiblər o? Necə başa eləyiblər? Bilmərəm, onların dərs prinsipli ilə mən deyə bilmirəm. Şərif özü girməyəcək. Mövzusu. Seçmək istəyirəm sizə nəfəri mövzusunu olsun. İqlim qurşaqları. İqlim qurşaqları. Bəli, gələn həftənin 4-cü günündə iqlim qurşaqları. O 21 Martiyyat müəllim, onlar idi deyəsən. İqlim qurşaqları. Ekvatorial, subekvatorial, tropik iqlim, bunları yağdır, ərazilər, xüsusiyyətləri. Biz keçmişik müəllim onu hazırlıqda. Keçmişdim. Keçməmişik. Keçməmişik axı. Kainatda rast gəlmişik onlara, tropikat göstərmiş, amma keçməmişik deyəsən. Bəli, ona görə fərqli bir mövzu salıram. İqlim qurşaqları daha çətin mövzuları seçirəm sizlər. İqlim qurşaqları. Ona görə Onlar müəllim, nota maraqlı olur, nota. maraqlı mövzudur, bəli, iqlim qurşaqları maraqlıdır. Xəritəni bilənlər üçün asandır. Siz də xəritəni bilirsiniz, maşallah. Eyvallah. Demə. Bugünlük bu qədər. Sizi çox yormuyor. Biraz da gec başlamışdım onu sizə. Gecəniz Olsun xeyrə. məndən. Oldu. Xeyrə qalsın. Hələlik. Sağ olun. Hələ. Sağ olun mənim.